Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Araz, uşaqlar xəstəxanaya aparmaq lazımdır. Qalx. Kim döyüb vurub yıxan oğlanı belə? Araz, hələ bax. Bacı sonra danışarıq da. Araz, gəl. Ehtiyac yoxdur. Ay, təsdiq eləmə də, yeri deyil, gəl. Döyəndə bir dilivə də dəysəydilər, bəlkə şirin olar. Diyan da yeridir bu. Görmürsən, öldürüblər bunu. Danışmağından qalmır. Siz gedin. Xəzərsən apar. Gəl də, yeri Dükan bağlayıb deyil. gəlirik. Dükan tez Gəl, 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 gedək biz. Ben özüm getirəm. Gəl də, heç kim görmür, təsdiq eləmə. Mənim zəhmətkeş, mənim qayğıkeş, ağsaqqal atam bizi çağırıb. Buyur. Çox şükür. Çox şükür ki, çağırışımı eşidib gəlmişsiniz. Fazə, səsindəki bu stronluğu nəyə borcluyuq, hə? Heç kimin heç kimə borcu yoxdur. Belə soruşmaq istəyirəm, mən sizin qabağınıza nə vaxt şərt boynunuza yük qoymuşam. Belə, ayət, belə yüklü zilin olsun, kamazın olsun, lap belə lap çoxdursa, lap tırın olsun. Yəni, söhbət onunla getmir. Nə olub, de görün? Oğlum Yaşar, gəlinim Şəkər, niyə belə gizlin iş görürsünüz? What? What gizlin iş? Nə danışırsınız? O ayətə budur ki, sizin gizlin xaricə getməyinizi mən yaxşı bilirəm. Ayət, Niyə belə edirsiniz? Mən sizin qabağınızı nə vaxt kəsmişəm? Niyə böyüyünüzü saymırsınız? ayət, biz elə bu dəqiqə demirik ki, bu dəqiqə durub çıxıb gedək. İndi ikimiz öz aramızda söhbət edirdik də, deyirdik getsək nə yaxşı olar, belə. Mən belə eşitmişəm. Yolunuz açıqdır, gedirsiniz, gedin. Yaşar, gördün, atan yes dedi, yəni gedin. Ay qız, görmürsən kişi nə vəziyyətə düşdü? Bax, gedin. Hara gedin bu kişinin bu vəziyyətində? Ay mənim lab həsbəndim, gedək də bu xaricə, nə olur? Camaat ildə 4 dəfə gedirik, biz ömürdə bir dəfə gedək də, nə olur? Ay qız, bir dəqiqə qulaq as. Bir dəfə ömürdə bir dəfə gedək də, nə olur? Belə uzağa getmək istəyirsən. Ayda bir dəfə get rayona, anongilə və salam şu tamam. Elə bil ki, sən də dincəl, mən də dincəlim. Yaşar, 2 saatlıq yoldur, harası uzaqdır onun? Gel görüm. Yavaş gel. Zəhirim ha. O da azdı sənə. O da azdı. Əl ot boynuma vapşe. Yavaş. Gel. Ne olub?
Aras. Ay, yavaş yavaş. Veysələ. Ehtiyatlı ol. Aha. Elə bu qazlı getməyindən bilinir ki, başına nəsə gələcək. Hələ az danış, get su gətir evdən, tez ol. Tut sən, tut sən. Tez ol. Nə bu hardan tapdın da? Hafıdan tapdım deyəndə ki, Xəzərlə Nazlı gətirdilər. Nazlı hanıdasın? Gedib aptekədə ağrı kəssiz zad alsın. Yan görüm, gəl görüm. Gəl. Nə günə qalıb bu? Kimin dalaşmısan? Danış da dinə. Başı batsın. Otur. Stol Yavaş. çək, stol çək. Otur. Otur. Ha. İçəri girəndən sorğu-suala tutmuşsunuz məni. Sualdan döşüyürsünüz. Maraqlıdır da, ha? Atam anı. İçəridədir, çağırın. Yox. Çağırma gəlib mən belə görməsin. Güya birinci dəfədir bu vəziyyətdə görürsən. Bir dəqiqə dayan da sən. Ay, hara geyirsən? Atama baxım görüm necədir. Ay, rədd ol gəl bura. Rədd ol bu tərəfə, sən bilən də ağızda söz qalmır. Gəl bu yana. Ata! Ata! Bu nətər adamdır. Ağrı var. Ay, biraz var. Bir dəqiqə. Durub onu salacağım təpiyimin altına. Az da olsun. Təbii özünə gəl soğuk. İçdə iç, su iç. Yavaş. Bu nə də? Sən nə günə qoyublar ha? Hayata narahat olma. Bu başını yorma. Başını yorma belə şeylərdən. Olan şeydir. Düz deyirsən, olan şeydir. Sən haramdasa, əziy olmayanda təəccüblənirəm. Bu dəfə səni kim çırpıb belə? Ha, Aras. Bu qız nə məsələdir, bu qız məsələsi? Nə qız? Ha, Yaşar, yaxşı da. Atadan ayıqdır axı. Barakallah, sən bəzilərdən fərqli olaraq böyük kişi yeri bilirsən heç olmasa. Hayat ha, yaxşı da elə danışsan ki, indi şəkərlə mənim məsələmi deyirsənsə, indi o evin içində oldu, elə burada da söhbət bağlandı da. Bu məsələsini hamı bilir. Ha, onu da düz deyir də. Qonum qorşu arasında biabır olmuş o. Qız sevirsən hə, Rembo? Ha? Qız sevirsən, niyə? Mən sevə bilmərəm ki. Heç kim sənə demir, heç sevmə. Bizi də sev də, gör sən nə günə qoyublar. Hə, belə xətrivə dəyməsin. La belə xətrivə dəysin. Qız sevirsən, bax sənin işin yox, gücün yox, bir sənətin yox, peşən yox. Hə, bu xalqın balasını alıb nəyinə saxlayasan? Hə? Düz deyir də, hara evlənirsən? Sənin işin yox, gücün yox. Ged özünə bir iş tap, sonra evlən də. Kim istəyirsə sev də. Ayta, evlənmirəm, hələ sevirəm. Get sev də. İmkan verdilər ki. Güzel bir yerde. Bakımca müzvin o bir tarafına. Arif, bala, sən hardasan? Ay, mənim qolum, qanadım qırılıb. Niyə evə gəlmirsən? Nə olub ayətə? Kim neyniyib? Hə, bunlar elə bir sözü bir yerə qoyurlar. Kim nə gəldi ağlına onu da eləyir. Mənim sözümə qulaq asan yoxdur. Bacarmıram bunlarla. Bacarmıram, bacarmıram. Əhməd Fazəm. Nə olub? Niyə keyfin yoxdur? Elə bir qanın biraz qaradır. Sənin üçün fruit da hazırlamışam öz əllərimlə. Bax, bayaqdan doğrayıram orada. Ye, multivitamin. Xətrin əziz olsun istəmirəm. Niyə? Can, qadan alaram. Nə olub? Bax, belə Fazəmin bütün dərdi səri olsun, mən ürəyimə oturum yanında. Nə olub? Xətrinə nə qədər niyə oturmurdun mənim yanımda? Gör kişini nətər öyrədiblərsə, mənim ayaqlarım qırılar. Mənim ayaqlarım qırılar, mən bu hamamdan çıxıb getmərəm. Dediyinə bax. Amma eşitdim ki, özündən çıxıb getmək istəmirsən. Ay Fazə, sən məsələni tamam yanlış anlamısan. Elə bil ki, biz Yaşarla qərar verdik ki, gedək xarici gəzəyə, bir dünya görüşümüz artsın. Biraz nəsə görək də, sonra qayıdıb gələ evimizə, işimizə, gəzməyə getmək istəyirdik. Vallahi elə mən də onu düşünürdüm. Deyirəm axı mənim uşaqlarım heç vaxt belə şey eləməzlər. Sizə bu yanlış informasiyanı kim verib? Nəbi? Nəbi. Bundan da ye, bu alma da qəşəng. O deyirsə gəldi. Brazər Nəbi, siz mənim Fazimə
hardan əsaslanaraq, hansı qaynaqlara əsaslanaraq yalan, yanlış məlumat vermisiniz? Mənim Fazəmin qanını blaka çevirmisiniz, hə? Əşi, mənə də Nərmin dedi də, elə bildim nöqtəsinə qədər dəqiqləşdirib. Gəl gedək bu başdan xarab oğlu başa sal. Yəni o sarıqsız adını açım eləyim. Gələ. Gedin. Nərmin. Nərmin. Deməli, döyüş istəyirsən. Elə isə, yaxşı Nərmin. Qorx məndən. Mən yenə deyirəm də, siz ölkənin bir nömrəli baytarı ilə danışırsınız. Əlbəttə ki, etibarlı əllərdəsiz. Nərmin bilsə sənin qanın getdi. Yox, yox xanım, sən başa düşməyən, yəni demək istəyirəm ki, pişiyiniz etibarlı əllərdədir. Necə? Xeyr, onlayn baxa bilmərəm. Bu düzgün müalicə üsulu deyil də bu. Gəlin mən öz gözümlə görəm, eləyəm. Mənim bilirsiniz xanım, bu sənətimə, adıma uyğun deyil də bu. Güya canlı partladırdı, onlayn eləyənmir. Bilirsiniz, xanım, necə başa salım sizə? Bu mənim sənətimə, peşəmə düzgün deyil də, yəni sıxışdıra bilmərəm. Başa düşürsünüz. Gələm mən pişiyi, onun gözünün içinə baxam, görüm o necə miyoldur, görüm onun qarnı ağrısı nədir. Əşi, mən o qədər it pişiyi yola vermişəm ki. Yəni ki, mənim adım sanım var da, xanım, mən yəni ki, düzgün başa düşdünüz də. Hə də adı sanı var. İndiyənə qədər bir dənə də olsun heyvanı sağalda bilməyib, elə çıxardı. Heyvan qatilidir, heyvan qatili. Yox, pula görə demirəm. Siz yenə bax, fırladırsınız, hər yeri fırladıb bu pula gətirirsiniz. Mənim üçün pul önəmli deyil. Pul nədir ki, ər çirkidir, yəni başa düşürsünüz, necə? 2 qatını verirsiniz. Yox, xanım, yəni mənim sənətim var da, başa düşürsünüz, mənim öz peşəm, mən bunu oxumuşam, yəni əziyyət çəkmişəm. Yəni pul deyirsiniz siz belə, yəni xanım, pul biz elə bir şeydir ki... Yox, az qaldı pişiyin cibindən pul basılır. Çıxartı eşidən kimi gördün mü? Ondan nə desən çıx. Hə, onu elə yemə də, ağzın büzüşəcək. Nətər yeri olmayacaq. O tərəfdə yeri olmasa görməyim. Nə var adı Nərmin? Dəli sən az, nə olub? Bu nə hikkədir, qorxdum Hikkə, yox, hələ boğazdır canım mənim. Mən sənin saçlarını yolub, bax belə yelə verməliyəm. Amma dua elə ki, yemək pişirirsən. Niyə az neynəmişəm sənə? Neynəmişəm, hə? Deyim neynəmişəm? Birincisi, sən mənlə Yaşarın söhbətinə qulaq asmısan. Biz başqa bir mövzudan da danışa bilərdik, Nərmin. İkincisi, qaça-qaça qaçmısan, həyat yoldaşının ovucuna tökmüsən. Niyə? Birincisi, mən ürəyimdə söz saxlaya bilmirəm, mənə ziyanda ağırlıq eləyir. İkincisi də ki, ərə gedib demək nə vaxtdan xəbərçilik olub. Xəbərçilik olmuyor? Yox. Yaxşı. Sağ ol da. Ər-arvad ikiniz də yolumuzu bağladınız. Can, mənim ürəyim partlayardı, sən getsəydin. Darıxardım, sənin üçün onu görə eləmişəm, ay qız. Afris, sənin ürəyin var ha. Ürəyin o qarnında olan belə-belə qurtlar var, onlar tərpəndi, onlar tərpətdi. Az danış, gör sənə göstərim. Lazım deyil, nəsə Yaxşı, bax da şəkər. Baxmıram. Xoşuna gələcək. Bu nə də o? Bu niyə belə bəzənib? Səhər-səhər işə gedəndə çəkmişəm. Sağ ol sənin Nazlı. Deyəsən, Güllü bu dəfə düz deyir. Torbada nəsə pişik var. Bu pişik keçib. Allah. Bax, görsən, yaxşı ki, getməmsən. Pişiklərdə olur, bax, bu yaşda belə xəstəliklər olur. Bilirəm, mən yanıma gətirirlər. Amma narahat olmayın, yəni müalicə ilə zadla keçib gedəcək. Sağalan bir şeydir, yəni narahat olmuyor. Amma maraqlı adı var ha, necədir? Balaşqa, hə, Balaşqa, qəşəng adı var. Axçığı birinci dəfədir belə adı eşidirəm. Hə. Yo, niyə dəyişirsiniz ki? Qalıb da Balaşqa pis ad deyil ki. Nə olub ki? Alo. Alo. Ad boy getdi ki. Ha, yəqin elə başa düşdü ki, biraz şirin izadə edir, hə? Ona görə adı boyu verdi. Qoy ondan sonra səs atım. Balaşqa.
Adboy da getdi, Balaşqa. Sən yaxşı ol, sonra danışarıq. Okey? Yox, yox. Qoy silim mən bunu. Özümü çox yaxın hiss elədim mən. Balaşqa, sən yaxşı ol zat. Qoy silim mən bunu. Aha, şu. Təzədən atım. Həmən ağzım büzüş deyil. Sənə dedim də onu yemə də. Nə axtarırsan? Qaqa, mənə bax. Da inansan, bezmişəm bu işsizlikdən. Nəsə bir iş tapmalıyam. Adamın işsizliyi üzünə nə qədər vurarlar. İş tapana qədər. Bir də iş tapırsan axı. İş yolu tapmadı. Mənə bax, qaqa. Başa gəlib mənim prodüserim işləyəsən. Ha, bir dənə sənin prodüserin çatmırdı, o da mən gələm düzəldəm. Sənin toyun var, mən də gəlib sənə prodüser eləyirəm. Yox, nə olar? Məşğul olanda baxarsan. Danışdırmayacam sən məşğul olanda. Sənin burada bir dənə iş var, yalnız kişilər üçündür. Nə işdir ki, öyrəm? Yazmayıb da, deyir ki, zəng elə sonra. Ya. Baxıram da, neyinirəm? Üstəyəm, ya. Sakit ol, çağırın. Nədən Danışma, danışma? çağırın. Mənlə danışdığın kimi danışma. Alo. Xanım salam. İş elanı yazmışdınız, ona görə zəng elədim. Nə iş idi ki o? Nə? Yox, xanım, bağışlayın. Yox, o iş məni deyil. Yox. Yox da xanım, sağ ol, istəmirəm. Nə işdir ki? Ay, nə bilim, deyir ki, gəl mənim ərim ol, ayda sağ maaş verir. Nə qədər verir ki? Nə edirsən ki? Nə verirsin? Bana şapalağı ilə vuraram, ağzın burnun qanını toya. Əsəbi vaxt məsəbini oynama ha. Dur, cəhənnəm ol burada. Mənbəsi qaldı. Dur, cəhənnəm ol burada. Yaxşı. Əhmədin axırdan ikinci oğlu. Müğənni olub, səsi də yox. Ay Güllü, neyinirsən sən? Mən başqasının yarıyam, yarıma göz xəyanəti belə eləyə bilmərəm. Ona görə belə gəlirsən. Belə. Dəlidir də. Mənim də sənin sözüm yoxdur. Nə bax, sən nə qəşəngsən bugün belə baxın. Qəfrə. Ay, bəh, nə qəşəng olmusan sən belə. Xeyirdir? Nə, elə-belə. Elə-belə? Dedim bugün bəzənim, bir hazırlaşım özüm üçün. Hə, məncə də özünə baxmaq yaxşı şeydir. Arada belə lazımdadır. Niyə elə baxırsan mənə? Belə baxıram, heç kimə işin olmur. Boş ver Güllü, danışıram da özüm üçün. Yox, mən bilmədim. Güllü, necəsən? Yaxşı. Sən niyə yerə baxırsan? Sözlüdür dərsən. Heç nəyə bayaqdan Nazlıya nə qədər sual verirəm, mənə cavab vermir. Bilmirsən nə olub ona? Elə bir blok eləyib məni. Mənə də blok eləyib deyəsən. Şeydə nəsə özündə deyil, yaxşı deyil. Mən getməliyəm Xəzər. Neyinə də indi bu? Cem bir daha çay içim də, hə? Get iç. Nə var? Nə olub? Musmurluğu yenə gedir. Yox, yaxşıyam. Sən can, salamatçılıqdır. Yaxşıyam da, nə bil? Cem bir daha çay içim. Hə, get, təzə dəmləmişəm. Buna bax, axırıncı yazdığını da silib. Bu nömrəm olmalıdır, gözdə. Axırıncı zəng budur. Sən də görərsən. Alo, eşidirəm. Zəhirmar alo, çor alo. Küçə itinə bax, necə də nazlanır. Alo.
Gül kimi arvadını kimə dəyişdi? Gözün çıxsın sənin nəbi. Mənim kimi arvadı, mənim kimi şirin dilli, incə belli. Gözün çıxsın sənin, gör kimə dəyişdi məni. Sən niyə ağlayırsan ay qız? Heç nə. Hey, can, ürəyim ağrıdı. Mən səndən küsmüşəm deyə ağlayırsan. Sənə görə niyə ağlayım mən? Özdə ağlamıram. Mənə bax. Nəbi nəsə eləyib? Ölmüşəm, ağlayanım yoxdur. Az düyünü sən ölmüsən, mən ölməmişəm ki, dünə ağlayayım da. Gözü çıxmış, nəmişqam deyə nədir başımı pişirdi. Mənim kimi arvada, mənim kimi arvada xəyanət eləmək olar. Az onun gözü çıxsın, can. Gözü çıxsın, tökülsün ovucuna, kör qalsın. Amin. Neyib ki? Xəyanət eləyib mənə. Dili qurusun. Allah bilir şirin-şirin danışıb, hə? Onun dili qurusun, lal olsun, qurusun, kar olsun, kor olsun. Olsun. Necə tutdun bəs? Telefondan danışırdı, mən də eşitdim. Eşitdin? Nərmin, bəlkə səhv eşitmirsən. Düzdür, amma sənin əslində qulaqların yaxşı eşidir, belə söz-söhbəti yaxşı çalır. Amma deyirəm birdən onlar da səhv eşidirsən. Baxmayın, bu ərdir, ərdən söhbət gedir. Dəqiqləşdir, dəqiq qərar ver, sonra ağlaşma qurda. Nə deyirlər, oturmuşsan, yas saxlayırsan elə bil. Dəqiq deyil. Şəkər. Ay qaqa, narahat olma. İndi olan şeydir də, indi boş şeydir, dalaşmışıq. O vurdu, mən vurdum. O vurdu, sonra o vurdu, söhbət də bağlandı. Ay, narahat olma. O oldu qaqa, sağ ol, sağ ol. Buna da dolaşmağım bütün kəndə yayılıb. Nə olub? Heç nə də o dalaşmağımı deyirlər. Bütün kənd mənim dalaşmağımdan danışır. Olsun da qaqa. Kişi döyər də, döyülər də, olan şeydir, kişinin başına iş gələr də. Hamı beləcə qız üstündə dalaşır. Yaxşıdır. Vurdum duymaz, vurdum duymaz, laf anlamaz, yaralı kalbim. Ayağıma baxayım. Manlıq onda ortada yadıma düşdürürsə, heç tapmışam. Başımı qatırsam mən, girmişəm. Qulaq, nə işdir elə? Bir dənə bomba işləyir. Nə işdir də nə? Telefonda oyunlar var, pul qoysan, sonra daha çox pul götürürsən. Yox, heç şey olmaz, o mənlik deyil. Cəmaat qaz vurur, qazan doldurur oyunlar. O qaz vurub qazan dolduranları tanıyırsan şəxsən? Onlar məni tanısın, mən onları tanıyam. Pullar var deyəm, onları tanımalıyam. Deyib bizim Samir də pul qoydu o. Son Samir o bizim tanıdığımız. Həqiqi. Deməli qaqa, Samir çox ağıllı adamdır. İşin bilən adamdır. Əgər Samir o oyunlara pul qoyubsa, deməli bu işə girişmək olar. Qaldı bir dənə balaca bir problemimiz. Nə? Pulu hardan tapaq? Bir şeylik tapmaq lazımdır. Bu hamımız beləsiz. Nəcib deyəndə balacadır, səhv deyir. Samir eləyib bombadır. Səndən nə vaxt xeyir görmüşük? Pul tapaq, qoyaq, pul qazanaq. Pulumuzu qazanaq. Pul tapa bilərik? Məncə hə. Haralardasan? Görsənmirsən, çayı da özüm süzürəm, da. Fikrin yəqin məndə deyil də, baxsan görərsən. Nətə yol? Mənə bax, sən git başını qat, mən o telefonuna baxarım. Nəbi? Şkafın başında mənim jaketim var. Üşüyürəm, əlim çatmır, ver də onu mənə. Sonra eləyərik də. İndi vaxtım yoxdur. Yaxşı. Nəbi, sən niyə mən fikir vermirsən, Niyə dediyimə qulaq asmırsan? Aynamış, nə olub sənə?
Sən deyirəm ki, üşüyürəm. İndi üşüyüm, ölüm xəstələndim, bunu istəyirsən. Nə olar ki, dedim eləsən? Niyə yazığın gəlmir? Yazığın gəlir. Yaxşı deyil, danışma da. Nəbi? Haydi. Üşüyürəm deyirəm. Yəni qoyun sizi kitab oxuyaq. Çay içək. Hardadır o? Getdə, şkafda. Şkafda. Ay. Gedim çay içim. Gözün çıxsın, balaşqıya bax. Boyu bir yerə soxun. Hələ də gec deyil. Gecdir. Təbrik edirəm səni, ana. Bugün sən qız anası olduğun gündür. Həm də ad günümdür. Ama heç kimin yadına düşmədi. Sen sağ olsaydın, sen yadıma düşerdin. Ama sen de yoksan indi. Hazır. Sen burada ne inirsən? Heç. Atamın qəbrinə dəyməyə gəlmişdim. Allah rəhmət eləsin. Çox sağ ol. Tanrı, bu da mənim anamdır. Allah rəhmət eləsin. Deyirəm, insan nə qədər böyüsə də həmişə anaya, ataya ehtiyacı var. Neçə yaşında itirmişsən atamı? Lap uşaq olanda. 7 yaşımda. Ben 14 yaşımda. Ondan sonra qardaşlarıma da özüm analıq eləmişəm. Adam elə bir gecədə böyüyür, hə? Mən də atam dünyasını dəyişəndən sonra bir gecədə böyüdüm. Adam burada yadına düşür ki uşağı da.
İlahi, mənim gözlərim, mənim eyyələrim bu evdə daha nələr görəcək. Mənim eyarlarım daha nələr eşidəcək. Əlim quruyaydı. Bax, bu barmaqlarım qırılaydı, töküləydi. Mən o telefonu götürdüm yerə. Hasta bir dayandı. Mənim bax, bu görən gözlərim töküləydi, ovucuma düşəydi, o mesajı oxuduğum yerdə. Ay şəkər, bir dayandı. Bir də görüm nə olub, nə yazmışdı? Nərmini tapdalayıb, o üz bu üz keçib, tapdalayıb keçib. Haz, nə olub, ürəyin partladı, de sonra ağlayarsan da. Mən nətər deyim, mənim bax dilim var ha. Dilim belə dolaşır ağzımda, deyə bilmirəm. Mən nətər deyim, sənin ərin başqasına yazıb ki, balaşqam. Nətər deyim mən bunu? Dedim. Kaş bunu eşidən yerdə qulaqlarım kör olaydı. Olaydı. Bunu dediyim yerdə mənim dilim lal olaydı. Kaş öləydim, bugünü görməyəydim. Yox, elə demə bacı, qurban, sən niyə ölürsən, başıma dönərəm. Ölsün o balaşqa, sən niyə ölürsən? Onun dili qurusun elə, qurusun onun dili mənim ərimə balaşqa dediyi yerdə. Onun gözləri düşsün, bax belə yanına, mənim ərimə baxdığı yerdə. Amin, amin. Nə olur? Yenə qarğışın biri bir köpükdən. İşi-üç gücü tutarım ancaq qarğış elirsin, ona görə işlərimiz əmələ gəlmir. Balaşqan oğlunu aparıb çoxdan. Yoxdur. Yuxarıdan üçüncünü. Nə biri deyirsən? Elə şey olmaz. Papçika, bizim əlimizdə sübutlar var, Faktlar var. Faktlar. Qızlar, hər kəsin yaxşılığa doğru dəyişmək potensialı var. Baxır kimin də? Ev deyil. Ay, nə var? Aras, 5 saatdır bir dənə saatı tapa bilmədik. Deyimə. Sənin zibilinə düşmüşük biz. Deyirəm qaqa, bəlkə başqa şey sataq. Köhnə saat deyil, tapamıram. Ay, nə bax. Adamı yarı yolda qoyub qaçma ha. Bu nədir? Evi niyə bu günə qoymuşsunuz? Ha? Nə axtarsınız burada? Axtarmıram, mən Araza kömək edirəm. Sən nə axtarırsan? Heç nə axtarmıram. Nəcibin mahnılar yazdığı dəftər var ha. Onu axtarırıq. Hə, elə bil ki, Araz sənin bu mahnılar yazdığın dəftəri axtarır, sən də Araza kömək edirsən. Hə, bu dəqiqə şapalan qoyacam qulağımın dibindən. Deyin görün burada nə hoqqa verirsiniz, hə? O itirib o axtarsın da, gəl sən axtar. Nə hoqqa verirsən, hə? Sən siz burada nəsə iş qaynadırsınız, mən tuta bilmirəm, ha söhbəti. Neyəcəyik? Sən canım imkan ver işimizi görək də. Yorma da bizi də. Mənim dəftərimi tap ver. Bir dəqiqə tapıram, narahat olma. Ora baxmısan? Hamısına baxmışam, burada deyil. Qoy bir də baxaq görək. Qaqa, bəlkə sən də öz otağınıza baxasan. Buradasan sən? Mənə birinci sizin işinizə baxıram. Bax, axtaraq. Kömək eləsən nə olar ki? İndi o dəftər buralardan çıxmasın, məndən inciməyin. Çıxmaz, gedib başqa yerdə axtaraq. Hardadır mənim gözəl rəfiqəm? Ay ya. Ay mənim gözəlim. Harda var səndən ay nazlı? Gəl canım. Çox sağ ol ay Güllü. Səndən də içərdə yoxdur. Yoxdur mənim rəfiqəmdən. Qulaq as, sən işin düşün. Nə işin? Daha doğrusu bir məsləhət almaq istəyirəm. Bu təzə danışdığım oğlan mənə hədiyyə göndərib. Ürəyimcə deyil, istəyirəm qaytarım. Bilmirəm, 4 dənə bacısı var. Deyirəm birdən gələcəkdə evlənərik, eləyərik. Bunun 4 dənə bacısı mənə baldızlıq eləyər. Özü də son 5-likdə axı. Nə bilim, nə deyirsən? Nə bilim Aygül, ürəyin nə istəyir elə də elə də. O mən də bilirəm ürəyim nə istəsə eləyim. Sənin yanına gəlmişəm ki, məsləhət alım da. Mən nə olar? Bilmirəm, məsləhət verərəm, başqa cür çıxar Güllü, bilmirəm valla, nə istəyirsən onu elə. Yaxşı geyim göməyinə, başına dəysin, balaca da hədiyyədir. Bir dayağım var, bacımdı.
Bir dayağım var bacımdı, bacımdı. Tək mənə oxşar bacımdı, bacımdı. Tək mənə oxşar bacımdı, bacımdı. Qurban olum bacımın bir telinə, qurban olum bacımın telinə. Məni sevən aşkar bacımdı, bacımdı. Məni sevən aşkar bacımdı, bacımdı. Yaxşı, ata, yaxşı. Allah, çox sağ ol anneciğim. Nazlı, sən həqiqətən çox yaxşı bacısan. Sən bizə ana əvəzisən. Eşitsən, sən evdə olmayanda dəli olluq ey bacı. Corab nədir onu tapıb ayağımıza geyinənmir. Ayağımız qalır lüt. Ona görə mən dedektiv bacı deyirəm də. Da bütün işləri mən görürəm də, uşaqlar normal deyil. Bacı inanırsan, indi heç nə tapa bilmirik evdə. İnanıram. Doğrudan dedi yadıma düşdü. Bacı, bizim antikvar saatımız var idi. Onu görmürəm evdə. Gəlinlər onu götürüb satıb eləyirlər. Əşi yoxu, mən onu gizlətmişəm, atanın otağındadır, narahat olmayın. Hə, yaxşı eləmsən, yaxşı eləmsən. Sən bütün gün işdə olursan, amma yenə də gözüm o gəlinlərin üstündə olsun ha. Mənim gözüm onlardan su içmir. Evimizi içi çıxmış paxlıya döndərəcəklər Allah. Əşi yox, elə şey olmaz, narahat olmayın. Nene, gedək? Gedək, amma da yolda oxuyub məni bir haberləm ha. Hədə, gəl də olduğum olmusan da. Gedirsiniz? İstəyirsən qalaq. Elə nəyə gəlmişdiniz elə belə? Belə gəldik görək neyinirsən. Neysən, nə varsan? Heç nə, gedin də. Nəsə olub qalaq. Heç nə, gedin. Qala bilər ya. Gedin də, gedin. Şükür Get də yolda oxuyub məni bir haberləm ha. Ha, ehtiyatlı ol, dəyib eləyərsən nəyisə. Mən neyniyəcəm indi? Hə? Mən neyniyəcəm? Ne oldu be ne oldu? Nərmin gedib. Gedib Nərmin. Bu da daha məktub da yazıb. Yaxşı niye gedib də? Mən bilmirəm də, bilmirəm. Mən bilmirəm. Bilmirsən? Bu sənin cəzandır. Bu arada bir də Nəmişqa gəlməyəcək bu evə, deyim biləsən. Sən yana gəlməyəcək. Mən neynəmişəm ki be? Neynədin qaqa? Bu da bildin? Hə, utdum. Dilimi utdum. Yeter yana. Uduzdum. Saat da getdi, pullar da getdi. Hər şey getdi. Heç nə yoxdur. Ad günün mübarek, ad günün mübarek, ad günün mübarek Nazlı, ad günün mübarek. Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq